Günahlardan qorxmaq ibadətdir. Və ən böyük günah da şirkdir. Bütün peyğəmbərlərin qorxduğu bir günahdır şirk. Hətta peyğəmbərlərin Allaha sığındığı bir günahdır şirk. Şirk ən böyük zəlalətdir. Şirk ən böyük cəhalətdir. Allah Azza və Cəlləni naqisləşdirməkdir. Allah Azza və Cəlləyə iftira atmaqdır. Şirk ən böyük zülümdür. Şirk bütün günahları batil edəndir. Şirk sahibin əbədi cəhənnəmdə saxlayandır. Və ona əbədi cənnəti haram edəndir. Şirk insanın malın, canın, qanın, şərəfin halal edəndir. Belə bir əzəmətli günahdan hər birimiz qorxmalıyıq. Şirki asan sanmamalıyıq. Peyğəmbərlərin atası olan İbrahim əleyhissalam məhz şirkdən qorxardı. Allaha dua edərdi ki, Allahım, məni və övladlarımı asnəmlərə ibadət etməkdən qoru. Və cünubni və bəniyyə ən na'budəl asnəm. Məni və övladlarımı asnəmlərə, bütlərə ibadət etməkdən qoru günah. İbrahim kimdir, qardaşlar? Allah Azza və Cəllə Quran-ı Kərimdə İbrahim haqqında danışır. İbrahim əlləzi vəffə. Əhdinə vəfa çıxan. Allah Azza və Cəllə əmr eləyir, ged oğlunu kəs, gedir oğlunu kəsir. Allah Azza və Cəllə buyurur ki, ged övladını Hicazda yarımadaya atkinan, yəni Hicaz bölgəsində, yarımadasında bir vadiyə atkinan, aparıb oturub bir vadiyə. İbrahim əleyhissalam Allaha çox bağlı bir şəxs olur. Allahdan çox qorxan bir şəxs olur. Allahla səlim qəlbli görüşən bir şəxs olur. Allah Azza və Cəllə İbrahim əleyhissalamı şirkin böyüyündən, kiçiyindən təmizləyir və buyurur ki, İbrahim müşriklərdən deyil idi. Yəni, belə bir peyğəmbər şirkdən qorxurdu. Və bizlər də, qardaşlar, şirkdən qorxmalıyıq. Və Şeyx Muhammed Abdülvahab Kitab-ı Tövhiddə fəsil açıb. Şirkdən qorxmaq haqqında fəsil. Yəni, bizlərin hər biri şirkdən qorxmalıyıq. Və bu ibadəti təhqiq eləməliyik. Şirkdən qorxmaq, qardaşlar, ibadətdir. Və bu ibadəti gerçəkləşdirməliyik. Və bəzi qardaşlar görürsən ki, yəni şirkdən qorxmur. Bir sadaladığımız kimi şirk ən böyük zülüm, ən böyük cəhalətdir. Əgər sən şirkə düşərsənsə, bütün əməllərin puç olacaq. Əbədi xusrana uğrayacaqsan. Yəni zalımlıq etmə, öz nəfsə zülüm etmə. Şirkdən Allaha sığın. Və şirki öyrəncinə, şirk böyük şirklər nədir, kiçik şirklər nədir? Bunları öyrəncinə. Yəni, hər bir şəxsə vacibdir ki, müsəlman kişi və müsəlman qadına fərdul ayındır.